Salam əziz izləyicilər, xoş gördüksünüz yenidən mənim kanalımda. Mən sizin tarix müəlliminiz Tural Hoca. Bu videoda sizə Qəznəvi dövlətini izah edəcəm. Gəlin başlayaq. Qəznəvi dövləti xəritədən baxsaq, deməli, görürsünüzmü? Təxminən bu əraziləri əhatə edir. Bu ərazi dediyimiz ərazi haradır? Mərkəzi Asiyanın cənub hissəsi, şimal-qərbi Hindistan, qərbi İrana qədər gəlib Abbasi xilafətilə bunlar qonşu olublar. Deməli, başlayaq Qəznəvi dövlətinin necə yaranmasına, bunun yaranmasına gedən yolda hansı vəziyyətdə olub ki, bu dövlət yaranıb? İlk öncə onu deyək ki, bu dövlət yaradan Aptəkindir. Aptəkin. Aptəkin əslində bir döyüşçü, yəni qulamdır. Qulamlar kimdir bəs? Qulamlar əslində qul olaraq alınıb, amma döyüşçü kimi yetişdirilən insanlardır. Bunlar xüsusilə Ərəb xilafətinin müəyyən bir mərhələdən sonra belə deyək, öz ordusunda türkləri cəlb etməsi ilə başlayıb bu sistem. Necə olub? Məsələn, normal bir fiziki görünüşü olan, gücü olan, qüvvəti olan qulları seçib, onları xüsusi belə deyək də təlimlərə cəlb edib, onlardan döyüşçü hazırlayırdılar və həmin o döyüşçülər zaman-zaman dövlətdə müəyyən bir mərhələdə irəliləyib mühüm vəzifələr tuturdular. Məsələn, Aptəkin olsun, sonra Subutəkin olsun, sonra bizim də Azərbaycan tarixində yaxşı tanıdığımız, bildiyimiz Eldəniz, Atabəy Şəmsəddin Eldəniz olsun, sonra Misirdə Mərmüşlər sülaləsində orada indi Baybarslı falandır. Bunlar hamısı qulamlardır, yəni bildiyimiz qulamlardır. Sonra Dehli Sultanlığını yaratmış Qütbəddin Aybək. Bunlar yəni döyüşçü əskərlər, döyüşçü qullardır. Və onlar zamanla dövləti ələ keçirmək, öz hakimiyyətlərini qurmaq istəyirlər. Aptəkin də belə deyə iş görmək istəyib. Aptəkin Samani dövlətində mühüm vəzifədə idi. Yəni o qoşunun başçısıydı. Samani dövlətinin zəiflədiyi vaxtlarda istəyib ki, Samani dövlətində hakimiyyəti ələ keçirsin. Uğursuz olub. Uğursuz olduğuna görə də, yəni Samani dövlətində dövlət elə bir ki, hakimiyyəti ələ keçirmək istəyib, ələ keçirə bilməyəndə bu məcbur qalır, nə edir? Uzaqlaşır və Samanilər dövlətindən biraz uzaqlaşıb hara gedir? Aptəkin gəlir 962-ci ildə Qəznə şəhərinə. Həmin ildə orada Qəznə şəhərində hakim olan canişini oradan uzaqlaşdırır və Qəznə şəhərində hakimiyyəti ələ keçirir. Yəni 962-ci ildə dövləti Yazabral Qəznə şəhərinə gəlir, 962-ci ildə Qəznəvi dövlətini yaradır. Necə yaradır? Tək başına təbii ki, yaratmır da. Yəni bunun ətrafında adamlar var. Hansı ki, Samanilər dövlətində orada xidmət edir, müəyyən bir dəstəsi var, qoşunu var. O qoşunu da götürür, əgər çevriliş alınmışsa çıxıb gedir bir vilayətə, Qəznə vilayətinə. Oradakı hakim vəzifəsindən uzaqlaşdırır və Qəznə şəhərində bir dövlət yaradır. Bu dövlət Qəznəvilər dövlətidir, paytaxtı isə Qəznə şəhəridir. Uzun müddət paytaxt Qəznə şəhəri olacaq. Dövlət özü mövcud olacaq 962-dən 1187-yə qədər. Davam eləyək. Aptəkindən sonra, yəni Aptəkin hakimiyyətlər 962, 972-dir. Ondan sonra hakimiyyətə gəlir 972-dən sonra 982-yə qədər Subutəkin və yaxud Sabutəkin. Bu da qulamdır. Burada bir məqam var, onu deyəcəm sizə. Deməli, Aptəkindən sonra gələn Subutəkin, bunlar hərbicilər tərəfindən seçilmiş hərbiçi hökmdarlardır. Amma biz indi danışacağımız Sultan Mahmud Qəznəvidən sonra artıq hakimiyyət Mahmud Qəznəvi hakimiyyətlər 998 1030-cu illər. Deməli, Sultan Mahmud Qəznəvidən sonra hakimiyyət seçki yolu ilə yox, hərbiçilər arasından yox, hökmdarın övladlarından seçilməyə başlayır. Yəni, hökmdar artıq hakimiyyət irsən keçməyə başlayır. Biz bu cür hakimiyyət keçidinə irsi hakimiyyət keçidi deyəcəyik, irsən keçməsi deyəcəyik hakimiyyətin. Deməli, Sultan Mahmud Qəznəvinin hakimiyyətə gəlişi 998-dir.
Elə hakimiyyətə gələndən az sonra 999-cu ildə Samaniləri nə edir? Samaniləri bölüşdürürlər. Kim ilə? Əvvəlki videolarımızda da demişik. Deməli 999-cu ildə Samanilər və daha doğrusu Qəznəvilər və Qaraxanlılar bir yerdə Samanilər dövlətini bölüşdürür. Samanilərin bölüşdürülməsindən bunların payına hara düşür? Xorasan, Sistan, sonra Xarəzm, sonra Əfqanistan və s. ərazilər. Bu kimi ərazilər belə deyək, bunların əlinə keçir. Həmçinin Sultan Mahmud Qəznəvi xəlifə tərəfindən, yəni Abbasi xəlifəsi tərəfindən sultan tituluna layiq görülür. Sultan titulu layiq görülür. Bu məqamda dayanmaq istəyirəm. Deməli, Sultan Mahmud Qəznəvi sultan titulunu alan, yəni ilk müsəlman türk hökmdarıdır. Sultan Mahmud Qəznəvidə sonra başlayacaq biz ilk sultan titulu alanlara baxsaq, deməli, Qəznəvilərdə sultan titulunu alıb Qəznəvi, ilk sultanı. Sultan Mahmud Qəznəvi. Sonra Səlcuqlarda deməli, Sultan Toğrul. Sonra Atabəylərdə deməli, Qızıl Arslan 1191-də. Sonra Osmanlılarda Sultan 1. Murad. Sonra Dehli Sultanlığında Qütbəddin Aybək və s. Yəni, tarixdə ilk sultan titulu qəbul etmiş hökmdarlar ayrı-ayrı dövlətlər üzrə, sülalələr üzrə belədir. Amma ilk, yəni müsəlman türk tarixində ilk sultan titulunu alan hökmdar Sultan Mahmud Qəznəvidir. Sultan Mahmud Qəznəvinin Abbasi xəlifəsi tərəfindən bu cür dəstəklənməsi onun nüfuzunu daha da artırır və Sultan Mahmud Qəznəvi öz hakimiyyətini Qərbi İrana yaya bilir. Yəni, hansı ərazilər ələ keçirəcək? Rey, Həmədan və İsfahan. Bu şəhərləri ələ keçirir. Bundan bitirmi Sultan Mahmud Qəznəvi? Yox. Sultan Mahmud deməli, cəmsi 32 il hakimiyyətdə olur. Bu hakimiyyət illərinin çox hissəsini təxminən 17 dəfə Hindistan yürüyüşü eləyəcək. Hindistana yürüyüş. Bilmirəm nə dərəcədə doğrudur bu qədər yürüyüş sayı. Çünki bunun cəmsi hakimiyyət ili 32 ildir. Belə çıxır ki, bu hər 2 ildən bir atını mindirmiş istiqamət Hindistan. Hindistana yürüyüş eləyib. Hindistana yürüyüşün nəticəsindən olacaq şimal, qərbi Hindistanı tuturlar. Yəni öz dövlətlərinə birləşdirirlər. İndi gəlin baxaq. Şimal-qərbi Hindistanı ələ keçirmiş dövlətlərə bir təkrar eləyək, göz ataq. Deməli, ilk dəfə Əhəmənilərin adını çəkəcəyik burada. Əhəmənilər eradan əvvəl 6-cı əsrdə. Sonra Makedoniyalı İskəndər eradan əvvəl 327. Sonra baxsaq biz kimi görəcəyik? Axunlar təxminən bizim eranın 6-cı əsrində Mihraqulu xanın dövrüdür. Sonra ərəblər, təxminən bu ərəblərin Hindistana gəlişin götürün siz belə deyək 7-ci əsrin sonu, 8-ci əsrin əvvəlləri ərəblər şimal-qərbi Hindistanda 2 dənə əmirlik yaradıblar. Hansılardır? Multan və Mənsuri əmirliklərin. Sonra Qəznəvilər, hətta Axunların süqutundan sonra Sasaniləri də şimal-qərbi Hindistana qədər gedib yayıldığını deyə bilərik. Qəznəvilərdən sonra biz Vahabiləri şimal-qərbi Hindistanı kim tutub? Deməli, bundan sonra onlar Dehli Sultanlığı olur və s. Amma Qəznəvilər dövlətini keçirir, elə bura qədər
təkrarlasaq bəsimizdir. Şimal-Qərbi Hindistanı tutandan sonra dövlətin ərazisi maksimum sərhədlərinə çatır. Yəni gördüyünüz bu ərazilərdir. Qərbi İrandır, Xorasandır, Xarəzmdir, ondan sonra Əfqanistandır, Şimal-Qərbi Hindistandır. Ondan sonra baxsaq burada görürsünüzmü? Böyük bir əraziyə yayılıb bu dövlət. Sultan Mahmud Qəznəvinin işi ancaq belə deyək də hərbi yürüşlər olmayıb. O həm də elm və incəsənəti də dəstəkləyib. Bu işlə məşğul olanları öz sarayına dəvət edib, onları maliyyələşdirib bir şəkildə inkişafına şərait yaradır. Xüsusilə İbn Sina bilirsiniz də həkimdir, amma təkcə həkim deyil, başqa işlərlə də məşğuldur, elm adamıdır. Bir də Əl-Biruni. Bunları da dəstəkləyib və təkcə bunlar yoxdur, indi bunların fonunda çoxlu elm adamlarının, incəsənət adamlarını dəstəkləyib, onların inkişafına, yaradıcılığına öz töhfəsini verib, çalışıb ki, dövlətin təkcə belə deyək, hərbi tərəfdən deyil də, bu tərəfdən də, elm və mədəniyyət tərəfdən də inkişaf eləsin. Davam edirik. Sultan Mahmud Qəznəvidən sonra Qəznəvilərdə nə baş verir? Qəznəvilərdə taxt-tac uğrunda mübarizə baş verir. Yəni Sultan Mahmud sonrası, Sultan Mahmuddan sonra nə oldu? Gəlin bunlara ardıcılıq verək. Taxt-tac uğrunda mübarizə, taxt-tac uğrunda mübarizə başlayır. Sonra taxt-tac uğrunda mübarizəni necə başa düşəcəyik biz? Hakimiyyət uğrunda çəkişmələr. Sonra nə başa düşəcəyik? Buradan nə görəcəyik? Feodalların özbaşınalığı burada da olacaq. Özbaşınalığı. Başqa nə görə bilərik? Feodalların özbaşınalığını buradan silək. Daha dəqiq deyək burada idarə etmədə çətinlik yazaq buna biz. İdarə etmədə çətinlik. Nəticədə dövlət nə olacaq? Zəifləyəcək. Başa düşdünüzmü? Yəni Sultan Mahmud öləndən sonra taxt-tac uğrunda mübarizə başlayır. O deyir, mən olacağım sultan, bu deyir, mən olacağım sultan. Nəticədə nə olur? İdarə etməni çətinləşdirir bu proseslər, dövlət zəifləyir. Dövlətin zəifləməsi fonunda bunları tabi etdiyi və yaxud bunlara qonşu olan, yaxud bunlara bir şəkildə belə deyək, yaxından uzada əlaqəsi olan tayfalar mı deyək, dövlətlər mi deyək, qurumlar mı deyək, onlar güclənirlər. Və bunlar başlayır onlarla mübarizəyə. Qəznəvi dövlətinin iki belə əsas rəqibi var. Qəznəvi dövlətinin birinci rəqibi Səlcuqlardır. Səlcuqlarla bunların arasında əsas məsələ Xorasan məsələsidir. Xorasan. Səlcuqlar 1040-cı il hansı döyüşdür bu? Dən-Əkan döyüşündə bunları məğlub edir və Xorasanı bunlardan alır. Diğer tayfa isə Qurlu tayfasıdır. Gürlu da deyirlər, buna Qurlu da deyirlər. Amma Qurlular bunlardan əl çəkmir. Bunları 1162-ci ildə paytaxtı Qəznəni tuturlar. Qəznə şəhərini tuturlar. Qəznə şəhərini tuturlar. Qəznə şəhəri tutulandan sonra Qəznəvilər paytaxtlarını köçürürlər Lahora. Yəni 1162-ci ildə paytaxt hara keçiriləcək? Hara olacaq paytaxt? Lahor şəhəri. Amma Qurlular bunlardan yenə əl çəkmir. Gürlular 1187-ci ildə Lahoru da tuturlar. Və Qəznəvilər nə olacaq? Süqut edəcək. Tamamladıq bunu belə. Burada bir məqam var. Deməli, Xorasanda burada 1040-cı ildə baş verən Dəndənəkan döyüşündə Qəznəvi hökmdarı Sultan Məsuddur.
və Səlcuqlara məğlub olanda Sultan Məsuddur. Beləliklə, Qəznəvi dövlətinin də izahını sizə vermiş oldum. Çalışın, videonu təkrar izləyin, qeydlərinizi götürün. Ola bilər mən sürətli danışıram. Siz vaxtında müəyyən yerlərdə stop edin və mütləq şəkildə dəftəriniz yanınızda olsun, qeydlərinizi götürün, yazın, illərə baxın və çalışın daha çox ümumiləşdirin, konkret şeyləri öyrənin, amma kitabı oxuyun. Yəni kitabda təkcə bu videoyla kifayətlənməyin, gedin kitabı da açın, bir dəfə, iki dəfə ona baxın, oxuyun, kitabı da nəzərdən keçirin, çünki orada daha maraqlı, daha belə deyək, geniş ətraflı yazıla bilər. Beləliklə, bu videonun da sonuna gəldik. Növbəti videolarla sizlərlə görüşmək ümidlə sağollaşıram. Sağ olun, salamat qalın.